Bəzi kitablar olur ki, onlar limitli sayda nəşr olunur və ancaq məhdud sayda insanın evində, kitabxanasında mövcud olur. Bugün sizə Coşqun Kərimovun 306 kitabından danışacağım ki, bu kitab da Coşqun Kərimovun növbəti limitli sayda nəşr olunan kitablarından biridir. Və ümid edirəm ki, siz bu videonu izləyəndə hələ də bu 306 kitab bitməyib. Çünki kitabın sayı elə adındakı kimi 306 ədəddir. Yəni, sadəcə 306 nəfərin kitabxanasında bu kitabdan olacaq. Amma yaxşı xəbər ondan ibarətdir ki, bu seriya 6 buraxılışdan ibarət olacaq. İlk buraxılışda 30 yazı var. Yəni 30 yazı, 6 buraxılış. Bu kitabın ideyası, yazılma məqsədi nədir? Müəllif bir növ öz mətbəxi ilə, öz emalatxanası ilə oxucularını tanış eləyir. Müəllifin nə qədər 9 kitabı nəşr olunub və onlardan bəziləri bestseller olub, bəziləri də elə 306 kimi limitli sayda nəşr olunub. Əgər siz hər də Coşqun Kərimovla tanış deyilsinizsə və onun yaradıcılığı sizə maraqlı gəlirsə, düşünürəm ki, bu kitabı əldə edərək oxuyub, onun yazı tərzini haradasa tanış ola bilərsiniz. Onun məşhur Kvan kitabı, Ubuntu kitabı, Danış Görək kitabları var. Elə 306 kitabını əldə etmək istəyirsinizsə, çox gecikmədən, 306 ədəd kitab bitmədən əldə etməyə çalışın. Mən çalışacağım ki, əlaqə nömrəsi yazım ki, yəni bu kitabı sifariş vermək üçün necə, hara müraciət etmək lazımdır. Bu 30 yazıdan bir çoxunu bəyəndim. Onlardan bir neçəsinin adını deyim. Məsələn, onlardan birisi də deməli, film tövsiyələri və kitab tövsiyələri idi. Bəyəndiyim yazılar, məsəl üçün, Həyat sevmək üçün 10 kitab. Şeytanla tanışlıq hekayəsi. Mənim adım Seykodur. Rəssam aşının ətri. Yemək və yazıların dadı haqqında. Toyuq Hinddə yaşayan qartal. Hind filmlərinin dünyası. Siz bu kitabı oxuyanda müəllifin bilgi əhatəsinin necə geniş olduğunu öyrənəcəksiniz. Həmçinin onun filmləri, kitabları necə birini əlaqələndirə bildiyini görəcəksiniz. Və eyni zamanda yazıcının o hekayə ideyası, roman ideyası necə yaranır, yazıcı necə bir insan yazıcı olur, onu çox yaxından şahidlik edə biləcəksiniz. Mən ilk nüsxə artıq məndə var, yəni 306-nın birinci buraxılışının bir nüsxəsi məndə var. Ümid edirəm ki, növbəti 5 buraxılışı da əldə edə bilərəm. Siz Coşqun Kərimovu tanıyırsınızmı? Tanıyırsınızsa, hansı kitabları oxumusunuzsa şərhlərdə yazın. Yox, əgər mən ilk dəfə görürəm, tanıyıram, eşidirəm deyirsinizsə, o zaman yenə də şərhdə mən də əldə etmək istəyərdim yazın, sizə əlaqə nömrəsi göndərək. Və eyni zamanda deyim ki, Coşqun Kərimov eyni zamanda həm də natiqlik üzrə coach və təlimçidir. O həm Azərbaycan dilində, həm də ingilis dilində, həm yerli insanlara, həm müxtəlif ölkələrdən, xarici ölkələrdən olan insanlara və beynəlxalq şirkətlərə, yerli şirkətlərə təlim, natiqliklə bağlı, danışıqla bağlı təlimlər verir. Kitab sizə maraqlı gəlirsə, mütləq şərhdə yazın və əldə eləyin. Növbəti kitablarda, növbəti videolarda görüşmək ümidi ilə.